Senin de sabahın hayır olsun. Senden açılan sabahlar xeyriyə açılmış. Ona göre susmuşam. Hele senden de. Ama aristokrat adamlar düştüğü vəziyyətə baxmayaraq həmişə etik normalara əməl edirlər. Bütün qaydalara əməl elədin, qaldı etik qaydaların. Seyran. Seyran'ı görməmisiniz? Yo, otağında deyil. Yoxdur. Bütün qızıllarımı, pul qabımdakı bütün pulları hamısını götürüb qaçıb. Ne danışırsan sən? Ay alçaq övlad. Mən elə bilirdim belə olacaq avara. Ay Allah, biz indi niyə hara getdi bu uşaq? Cəhənnəmin ortasına. Sən də get oğlunun dalınca. Ağzının danışığını bil. Mən sənin üçün qumru zat deyiləm. Ha, hər sözün əvvəlinə, axırına cala onun adını. Sən onun dalıcan düşməsəydin uşağın bu hala qalmazdı. Bura bax, oğlunun şərəfsizliyinə don geyindirmə burada. Mən neynədim ay Allah? Mənim balam niyə bu günə qaldı ay Allah? Mənim ailəm niyə bu günə qaldı ay Allah? Bəbir müəllim, indi niyə Seyran'ı hardan tapaq? Heç nə, qızım. Gərək oturub gözləyək ki, Cahangirlə nə vaxt əlaqə yaradacaqlar. Yox, o Cahangirə zəng eləməyəcək. Çünki o başa düşüb ki, onu Cahangir satıb. Onda da heç də. Qoy rədd olsun. Sən də hazırlaş, gedək işə. Bəbir müəllim, mən Seyran'ı tapmamış hara gedirəm? Ay qızım, artıq sənin Seyranın yox. Əliniz ondan, vəssalam. O qızıllar da cəhənnəm olsun, sənə ondan yaxşısını alacağım mən. Sizcə mən qızıl dərdindəyəm? Seyran'ı tapmaq lazımdır. Ay bala, ay qızım, sənin qızıllarını, pulunu oğrayan kişicik nə olsun ki mənim oğlumdur, hə? Nə olsun? Mənim ağzımı açdırmayın burada. Firanı başa düşdüm. Onluq bir şey yoxdur. Sən atasısan, Ged oğlunu axtar da. Gedib rahat-rahat şirkətdə oturacaqsan. Mən nə etməliyəm, hə? Adam üçün bundan artıq nə eləyərlər, hə? Ged oğlunu tap da. Gözləyirsən ki, meydini gətirsinlər üstünə. Hə? Gətirsinlər. Bir dəfəlik bilim ki, ölüb də aparım, bastırım canımız qutarsın. Nə oldu? Hı? Ağla. Axıt. Axıt göz yaşlarını. Dünən sənə dedim, xavər. Gəl onu aparaq rədd eləyək klinikaya. Nə dedim? Yox. Deyə. İndi otur. Televizorun qabağında ölüm xəbərlərinə qulaq as. Gör şəhərin hansı tinində dozası çox olub, gəbərib sənin oğlun. Səni yanasan bəbir. Sən ki məni belə yandırdın ha, sənə heç nə demirəm. Mənim balama heç nə olmayacaq. Amma mən səndən boşanacağım. Cəhənnəm ol həyatından, rədd ol həyatından. Görüşəcəyik bugün günorta məhkəmədə. Qutarsın bu iş. Mənim də gözüm daha səni görməsin.